Dostlar, əsl Okinawa üsulu axşam yeməyi hazırlamışam özümə. Yanında da Yaponların məşhur gavalı şərabı var. Yəni umeshu. Deməli, burada qızıl balığım var. Yanında airfryerdə 1 saat bişirdiyim Yaponiyanın şirin kartofu var. Burada natto var. Mən uzun müddətdir bunun dadına baxmaq istəyirəm. Bu fermente olunmuş soya paxlasıdır. Və deyilənə görə çox kəskin bir iyisi var və belə yapışqan teksturası var. Yəni mən yeməmişəm, birinci dəfədə yoxlamaq istəyirəm. İçində belə bir sos var və gördüyünüz kimi belə yapışqan bir teksturası var. Xeyirli bir şeydir deyilənə görə. Xeyirləri nədir baxmamışam. Nəsə mən bunu tökəcəm şirin kartofumun üstünə. Bunu biraz qara istiyor. Gəldik gavalı çaxırımıza. Bu mənim ən sevdiyim içki ola bilər. Əgər şirin və turş tamları sevirsinizsə, bu içkini sevəcəksiniz. Bu qədər dostlar. Okinawa üsulu axşam yeməyim hazırdır.